Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrəm Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Mahaçqalada 5-ci Çağırış Respublika Xalq Yığıncağının 53-cü sessiyası keçib. Parlament tətilindən sonra iş başına qayıtmış deputatlar digər layihələrlə yanaşı Dağıstan Respublikasının dövlət mükafatları barədə Respublika qanununa dəyişiklik yeridilməsi haqda, Respublika ərazisində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudiyyəti və dayandırılması hallarının müəyyən edilməsi barədə qanun layihələrini də nəzərdən keçirib. Bundan əlavə deputatlara 2014-cü il üzrə Respublika büdcəsinin tətbiqi, 2014-cü il üzrə Dağıstan Respublikasının ərazi icbari tibbi sığortalama fondu büdcəsinin tətbiqi haqda, Dağıstanda idman və bədən tərbiyəsi haqda Respublika qanununa dəyişikliyin yeridilməsi barədə qanun layihələri də təqdim olunub. Sessiya gedişində Kizelyurt rayonunun rəhbəri Pravaya Dela partiyasından Respublika Xalq Yığıncağının deputatı Məhəmməd Şabanov sessiyanın gündəliyi müzakirə olunmazdan əvvəl partiyaların çıxışı çərçivəsində bildirib ki, prokurorluğun onun rayon rəhbəri vəzifəsini yerinə yetirirkən parlament deputatı postunda qalmaq ixtiyarı olmadığı barədə təqdimatına əsasən, eləcə də Dağıstan rəhbərliyi və Kizelyurt sakinləri ilə məsləhətlərdən sonra səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq qərarına gəlib. Xatırladaq ki, Məhəmməd Şabanov 4 çağırış deputatı olub. Rusiya Federasiyası Komünist Partiyasından deputat Məhəmməd Rəcəbov Dağıstanda valideyn himayəsindən məhrum qalmış uşaqlar və yetim uşaqların müvəqqəti mənzillə təmin edilmələri üçün mənzil fondu təşkil etmək təklifi ilə çıxış edib. Bunu o, Dağıstanda yetim və valideyn himayəsindən məhrum qalmış uşaqların mənzillə təminatı proqramının zəif tətbiq edildiyi ilə əlaqələndirib. Deputatın sözləri ilə hər il bu siyahıya daxil 250-260 nəfər mənzillə təmin edilir. Bununla belə 2014-cü il yanvar ayının 1-nə 1745 nəfər yetim uşaq siyahıya daxil idisə, cari ilin yanvar ayına siyahıya daha 419 nəfər əlavə olunub. Cari il gedişində Respublikanın yol təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 6 milyard 872 milyon rubl vəsaitin ayrılacağı nəzərdə tutulur. Müvafiq məlumat Dağıstanın İqtisadi Tərəqqi Nazirliyindən daxil olub. Bu vəsaitin yalnız 56 milyon 800 mini federal büdcədən ayrılmalıdır. Ayrılacaq vəsait hesabına 76 kilometr avtomobil yolunun inşası və ümumi uzunluğu 267 metrdən ibarət 5 körpünün salınması planlaşdırılır. Bundan əlavə 194 kilometr avtomobil yolu və 80 metr uzunluğunda 2 körpü təmir olunmalıdır. Qafqaz oyunları başlığı altında Qafqaz xalqlarının mədəniyyət və idman festivalı ötən istirahət günü Trud stadionunda baş tutdu. Oyunlar çərçivəsində Şimali Qafqaz Federal Dairəsi Respublikalarının milli idman növləri üzrə yarışlar keçib, yaradıcı kollektivlərin iştirakı ilə mədəni proqramlar, müxtəlif sənətkarların əl işlərindən və xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilər nümayiş etdirilib. Festival iştirakçıları 10 idman növü üzrə yarışmışlar. Axşam Rus Dram Teatrı binasında qaliblərin təltifatı və bağlanış mərasimi ilə Qafqaz oyunları başa çatıb. Dağıstanlı idmançılar əl və yaxa yarışlarda bütün çəki kateqoriyaları üzrə qalib gəlib. Ümum komanda hesabı ilə Dağıstan 1-ci, Şimali Osetiya 2-ci, İnquş Respublikası isə 3-cü yerdə gedir. Birləşmiş Millətlər Təşkilatında Rusiya Prezidenti Vladimir Putin bu təşkilatın və dünya ictimaiyyətinin gələcəyinə beynəlxalq münasibətlərə dair fikrini açıqlamış, eləcə də terrorizmlə və Yaxın Şərqdə İslam dövləti ekstremist qruplaşması ilə mübarizə mövzusu üzərində dayanmışdır. Putin xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının təşkili barədə qərar bizim ölkəmizdə Sovet İttifaqında Yalta konfransında qəbul edilmişdi. Sovet İttifaqının davamçısı olan Rusiya Birləşmiş Millətlər Təşkilatının təsisçisi və daimi nümayəndəsi olan ölkədir. Hazırda təşkilatın müasir şəraitdə gələcək inkişafı diqqət mərkəzində saxlanmalıdır. Dünya miqyasında bu təşkilata alternativ yoxdur. Birləşmiş Millətlər Təşkilatı bütün dünyada sülhün təmini naminə təşkil edilmiş yeganə universal təşkilat olaraq qalır. Məlum məsələdir ki, hazırda təşkilat dəyişməkdə olan dünyamızla ayaqlaşmalıdır. Onun hansı sürətlə, necə və əsaslı olaraq hansı səmtə dəyişməsi ətrafında diskussiyalar davam edir.
Respublika paytaxtında pedaqoji kadrların ixtisasını artırma institutunda keçmiş konfransda gəncləri terrorçuların təsirindən müdafiə yolları aranıb. Tədbirdə uşaqların ekstremist istiqamətli məlumatdan, eləcə də bu sıradan olan şəxslərlə ünsiyyətdən uzaqlaşdırmaq, gənclərin daha çox müraciət etdikləri saytları daha ətraflı yoxlamaq barədə qərar qəbul edilib. Şübhə doğuran resurslar məktəb rəhbərliyi tərəfindən bağlanacaq. Bundan əlavə tədbirə toplaşanlar necə ki uşaqlar, eləcə də böyüklər üçün gərəkli ədəbiyyat siyahısını müzakirə edib. Pedaqoji kadrların ixtisasını artırma institutunda təşkil edilmiş müvafiq qısa kurslarda iştiraka Respublikanın müxtəlif rayonlarının ümumi təhsil müəssisələrindən pedaqoqlar təşrif buyurub. Mahaçqalada Şimali Qafqazda ekstremizm, terrorizm və ksenofobiya fenomeni qarşı durma fəaliyyətinin üslub və yolları, genezis faktoru Ümumrusiya elmi-praktiki konfransı keçəcək. Sentyabr ayının 30-u, oktyabr ayının 1-nə müəyyən edilmiş konfransın işində Moskva, Tataristan və Çeçen Respublikasından Rusiyanın aparıcı ekspertləri və yerli elmi dairələrin nümayəndələri iştirak edəcək. Konfrans çərçivəsində 2 seksiya planlaşdırılır. Ekstremizm və terrorizm ideologiyasına qarşı mübarizədə internet və kütləvi məlumat vasitələrinin rolu və radikalizmin profilaktikası faktoru kimi humanizm ideyalarının gənclər arasında yayılması. Ali təhsil müəssisələrində profilli fakültələrin pedaqoqları, aspirant və tələbələri tədbirdə iştiraka dəvət olunur. Respublikanın kənd zəhmətkeşləri 97 min ton günəş meyvəsi toplayıb. Məhsul yığını davam edir. Respublika hökuməti sədrinin müavini Şərif Şəripov üzüm plantasiyalarına baş çəkmək məqsədi ilə Tabasaran rayonunun Darvaq kəndinə və məhsulun emal edildiyi Dərbənd Köpüklü Şərablar zavoduna baş çəkib. Son məlumata əsasən Dağıstanda 1.354.000 ton qaba yem hazırlanıb. Bu, ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən 81.000 ton çoxdur. Ümumiyyətlə, cari il Respublikada yem tədarükü cədvəli qabaqlamaqla təmin olunur. Siz xəbərlər buraxılışını dinlədiniz.